Salam əziz dostlarım, hər birinizi bu gözəl sarı güllərin yanından salamlayıram. Bugün videoma buradan başlamışam. Bu mənim yola əkdiyim sarı gözəlimdir. Çox da gözəldir. İndi başlayıb hələ çiçəkləməyə. Belə bir sarmaşıq koldu. Bunu belə yerə əkmişəm bura. Darvazamızın bir tərəfindən əkmişəm. Belə bağlamışam dəmirə. Buradan belə çox gözəl görsəli var. Çox da qəşəng açıqlı. Üstündə çox olacaq çiçəkləri. Hələ dünəndən başlayır çiçəkləməyə. Çox gözəldir bunlar. Gözəl çiçəyimdir. Bunu mən 2 il bundan qabaq yol kənarında belə kimsə mənim kimi belə darvazasının önünə əkmişdi. Mən də oradan keçirdim. Onu gördüm. Şimdi bunu geçen ilki videoda danışmışdım. İndi təzə gələn izləyicilərimiz üçün, çiçək dostlarım üçün deyirəm. Gördüm orada tamam çiçək açmışdı. İlahi. Fikrim qaldı orada. Ancaq istədim ki, gözümün önüne hara gedirdim o çiçək gəlirdi gözümün önüne. Gittim geldim eve dedim ki ana yolda bir gül görmüşəm. Elə güzel güldü ki. Neyse bir belə, iki belə, neyse anamla durdum ki anamı da götürdüm gittik həmin yerə. Gittik həmin yerə, qapını döydüm qonşuda. Çıxdı çölə dedik dedim bu güldən olar ki mən bir dənəsini çıxardım aparım. Dedi ki niye olmur çıxar. Dediler neyse onlardan belə aldım oradan çıxartdım. Getdim ektim bura. Biraz yolda koyunlar zaten keçir belə setkiyə pişmişdim. Şimdi yeni balaları çıxır böyründən belə. 2 dənə balası var. Gerek bunu da qorumayalım. Belə dostlar belə bağlamışam ki koyunlar yeməsin. Yoluma keçən koyunlar qoymur yekəli. Neyse getdim buraya ektim. Bu il 3-cü ilindədir artıq. Bu məndədir. Çox da qəşəng çiçək açıbdı. Çox gözəldir belə. Görünüşü çok güzeldi. Adam böyle valeh edir özüne. Hoş gelir. Düzdür, ildə bir dəfə çiçək açır. Yani ildə bir dəfə çiçəkləyir. Ondan sonra çiçəkləmir. Amma çox qəşəngdir. Belə adamın gözünü oxşayan bir gözəllikdir. Biraz da belə tökülür eləyir hər tərəfə. Belə qəşəngdir. Hamısı gözəldir. Maşallah olsun. Çox qəşəngdir. Bunu görəndə çox xoşuma gəlir. İnanırsınız, çıxıram arada bir qapının önündən bunlara baxıb bir də gəlirəm içəri. İstəyirəm ki, bütün açan çiçəklərim gözümün önündə olsun. Amma o da mümkün deyil də. Belə gözəllikdir. Sizə buradan video çəkmək istədim. Salxım belə çiçəkləyəcək. Hələ çox çiçəkləyəcək. Üstə düyməsi çoxdur. Qönçələri çoxdur. Amma hələ ki dünəndən başlayıblar bunlar çiçəkləməyə. Başqa güllərim də çiçəkləyib, onları da çəkəcəm. İrislərim də çox gözəl olur. Onları da videomda istəyirəm olsun. Amma birinci buradan başlamaq istədim. Belki də çoxlarınızın həyatında bundan var. Mən belə yol kənarına əkmişəm. Darvazamızın bir tərəfində də bu gülümdür. Bu rozadır. Xarici rozadır. Amma belə uzanıb da bizdə. Bunu da demirəm qoyunların ucbatından bax belə. Bax belə bağlamışıq görürsünüz. Qırıq yeyirlər. Ona görə belə qaldırıb yuxarıdan uzatmışıq ki bari yuxarıda açsın. Bu da gözəl ətərli olan rozadır. Bu qışa qədər açır. Yəni qışa qədər bu qönçəliyir. Başlayır açmağa. Çox qəşəngdir bu da. Bunu da bax belə neysə küləkdə olub, nədəsə belə aşağı enibdir. Yəni bu da burada gözəl açıbdır. Belə dostlarım, bir də məndən bir gözəl bacım var. Daimi mənim izləyir videolarımı. O məndən soruşmuşdu ki, yeni əkmişəm bu ceyran gözün. Belə yarpaqları belə nə bilim, nətər edeyim ki, yaxşı olsun. Bax mən bunu Bakıdan aldığımda görürsünüz ki, bu təzədir. Bu
Bunu mən tamam kökünü yudum təmizlədim. Artıq budaqların kökünün artıq olanlarını da kəsmişəm. Bir balaca belə kökü qaldı. Onu bu torpağa əhmişəm də bir də su qabını kəsib əhmişəm içinə. Bu qəşəkdir. Eyni qaydada bunu da eləmişəm. 2 dənəsini almışdım mən bu il. Bunu da eyni qaydada eləmişəm. Bax görürsüz bu tam xarab olubdu. İndi xarab olduğuna baxmayaraq yarpağı zadı saralsı eləsə, əsasən lobacımı deyirəm. Xarab olub eləsə qorxma. O üzə belə başlayacaq təzə-təzə pöhrələr verməyə. Kökü zadı belə qəşəng olacaqdır. İndi nə qədər olmasa biraz kökün budadım mən. İndi bilmirəm sən budadım, budamadım. Kökünü də budadım, artıq köküydü. Belə əkdim. İkisini də eyni qaydada əkmişəm. Bu elə çox xarab olmadı, biraz yumşaldı amma sonra düzəldi. Amma bu biraz çox oldu. İndi bəlkə də bunları təzədən budadım. Bax bunları belə, buralardan belə budadım ki, yeni pöhrələr versin. Şimdi bu ilindən bunun keçdiyi, bu il bilmirəm çiçəkləyər ya çiçəkləməz, amma gələni bu çox möhtəşəm bir gözəllik olacaq. Bir dənə də belə qılış çiçəyi mənə gətirmişdilər. Mən də bunu da belə əkmişəm. Bu yarpağı idi, bu da köhlü idi. İndi ikisini də əkdim belə. İndi nə tər olar? Olar. Yəqin ki, yaxşı olar. Bu da gözəlim dikenlər tacı. Hələ ki, yarpaqları çıxılıdır, amma ancaq çiçək açır burada. Bu yerli olandı, bu ithal olandı. Bu bir dənə çiçəkdən 2 dənə çiçək çıxardım. İndi də bunun içində yenə çiçəklər çıxartmağa çalışır. Çox qəşəkdir bu. Bu Holland növü olandı. Çiçəklərindən fərqi görürük də. Hamımızda var indi bunlardan. Yəni bunlar qəşəkdirlər. Geranlarım da çiçəklərin artıq çoxaldıqdır. Görürsünüz, bunu gələn videoda çəkəcəm. İndi istəyirəm istərimi. Bir də açan başqa çiçəklərim var. Yeni gözəl əkmişəm. Alıb ondan da onu da size çəkim. Sonra bunu yenə bir ayrı videoda çəkəcəm. Çünki çiçəklərim açdıqca mən artıq özümü dayandıra bilmirəm. İstəyirəm ki, ancaq çiçək videoları çəkeyim. Ancaq istəyirəm ki, çiçəklərimi videoya alım. İstəyirəm bütün videolarımda bu çiçəklərim olsun. Çünki bunların indi açan devirləridir deyə. İstəyirəm ki, hər gün çəkim. Bu da artıq daha çox başlayıb çiçəkləməyə. Gür çiçəklərindədir. Bu birisilər amma hələ bir dənə qara olanımda yeni bir yaşıllar belə çiçək vermək istəyir. Hələ ki tam açmayıb o da. Amma bu çox qəşəkdir. Bunların çox istəyirdim belə cızıqlılarından alam. Hələ ki rastıma çıxmayıb. Rastıma çıxan kimi bir dənə alım, bir dənə də o cızıqlıdan alacağım. Bir dənə bu bardovu olanın belə indi çiçək açmağa başlayıb. Görürsünüz ki, elə hər yanı düymədir bunların, amma hələ ki açmayıblar. Elə bir dənə bu açır. Qara bardovu olanımdır. Və başqa mənim gözəlim, gözəllər gözəlim artıq çiçəkliyir. Çox xoşuma gəlirdi bunu videolarda izləyərkən. Ürəyimdən keçdi ki, kəş bundan mənim də olaydı. Təsadüf bir bacım bundan mənə gətirdi. Bəzən ürəyimdən keçən şeylər olur. Çiçək barəsində nə xəyal edirəmsə, o gerçəkləşir. Çox ürəkdən istəyirəm, bilmirəm nədirsə, həmin vaxtı olur. Başqa düymələri də var. İndi hələ ki bir dənəsini açıb. Səhər görəndə çox xoşuma gəldi. Bu da gözəllikdir. Sanki bənövşənin yekə formasını açır. Bu rəşi bənövşələr olur da, həyətdə belə göy açan. Onların belə yekə rozlu açanıdır. Çox xoşum gəldi bundan. Bunu artıracağım. Bunu yekə bir ləyənə əkəcəm. Artsın, qəşəng olsun. Bu da mənim gözəllər gözəlim, narıncı olan qazaniya çiçəyimdir. Yəni mənim deyəndə almışam. Yəni bazardan aldırmışam bunu. Keçən il məndə bunun 3-4 rəngi var idi. O sonra bilmirəm nətər oldusa xarab oldu. Əslində bu yer gülüdür, amma məndə yerdə yer yoxdur. Ona görə də belə balaca qav deyildi, çox balaca idi. Biraz əlimdə belə bir qav var idi, buna əkdim. Biraz qapanırdı, balaca videolar çəkirik. Short videolarda bunun videosunu qoymuşam, əsl belə qəşəng çiçək açan vaxtının. Çox qəşəkdir bu da, xoşlayıram bunları. Amma heyif ki, keçən il bilmirəm yağışa düşdü, nə oldusa
Çox sudan xarab oldu. Nəsə elə fikir vermədim, bilmirəm, amma keçənki videomda var idi bunlardan. Çox qəşəng idilər. Bu ildə yenə bir dənəsini almışam. İnşallah ki bunu öldürmərəm. Gün olanda açılır, hava bulutlu olanda bunların da kapanır. Yəni bu gözəllərim də məni sevindirənlərdən ikisi budur. Bir dənə də yolda sarı olanım. İndi də gedək təkrar sizə ristlərimi çəkim, göy zambaqlarımı. Onlar da çox gözəl bir hal alıblar. Belə şey boylarım da artıq demək olar ki, ucda çiçəkləri qalıbdır. Bunlar da xarab olur. Getdikcə də onlar da öz ömürlərini bitirirlər. Balacalardan olanlarım da açıq. Burada kalanşomda sarı, bu ağımdır, yeni açdığım, yeni ekdiyim. Belə bu da bəlkə də qaradan da yemişəm. Hələ bu nədir? Belə narıncı kalanşolarım. İndi bunlar açmağa başlayır bu balacalar. Bu da yenə mor olanımdır. Buradan da keçən il mənim qabda olanım var idi, yerə ekmişəm. Buradan yerdən özü çıxır. İndi yekəlsin bu da inşallah yaxşı olsun. İki güllərim hələ bu ev tərəfdə olan güllərim hələ düymədədir, hələ açmayıblar. Bir dənə açanlarım bunlardır, şey boylardır. Bu roza olanımdır. Bu da öz gözəlliğini göstərir. Bu da yenə bunlardır. Amaralislərim də artıq düymədədir. Bu da burada açan göy zambağımdır. Həm düymədədirlər, həm ağlar, amma tayuca xarab olub gedir. Ağların hələ ki açmaq şeyi yoxdur. Get, onlar gələni bir də açacaq. Amaralisimin bir də artıq şeyin başlayıb, qalanları hələ düymədədir. Bu da mis qoxulu gülümdür. Belə yavaş-yavaş bu da artıq açmağa başlayır. Çox da gözəl qoxusu gəlir. Çox gözəldir bu da. Bu da belə qəşəng. Öz gözəlliyini sərgiləyir. Ve geldim bu güzellerimin yanına. Çok teşekkürler, çok. Gösterirler bunlar da. Bir baxın da bax belədir. Bir sıra belə etmişəm. Belə yaxından adama daha çox xoş gəlir. Çok güzeldiler. Belə solanları da var. Hava isti olan kimi solurlar. Yəni bunların qısa ömrü olur da. Elə çox uzun ömürlü bir gül deyirlər. Artıq görürsünüz. Açıflar, solurlar. Yəni belə bir qısa müddətli çiçəklər olur. Bunlar amma su qoya bilmirəm. İndi həyətə nə vaxt sulanacaqsa yəqin ki onda su içəcəkdir. Hələ ki sulamamışam. Ve bu gözəlləri də sizə göstərmək istədim. İndiki hallarında görün istedim. Uzanıp gelir.
Və belə dostlar, buradan da videomu bitirirəm. Hər birinizə gözəl, güllü, çiçəkli günlər arzu edirəm. Həyatınız istədiyiniz kimi keçsiniz dostlarım. Hələlik buradan da sağollaşıram. İnşallah yeni videolarda görüşərik.